Yəqin ki, görünür indi də, hə? Bəli. Hı -hı. Android sistemi icazə vermir, eyni zamanda həm ekranı paylaşasan, təhlükəsizlik siyasəti ilə əlaqədar, həm də ekran yazasan, standart öz proqramı ilə, amma Windows icazə verir. Deməli, ilk məsələmizi sizin üçün oxuyuram. İlk məsələmizin kodunu yazaq. 4 rəqəmli natural ədəd verilmişdir. 4 rəqəmli natural ədəd verilmişdir. Öz üçün yəqin ki, qeyd götürürsünüz. Qeyd götürməyiniz yaxşıdır. 4 rəqəmli natural ədəd verilmişdir. Həmin bu ədədin içərisində, bu ədəddə 3 və 7 rəqəmlərinin ardıcıl gəlib gəlmədiyini yoxlamaq lazımdır. 3, bir də 7-nin. Mən qısa yazıram da şərti. Ardıcıl gəlməyini yoxla. Yəni, belə deyək. Belə bir şey deyək. Əgər ədəd belədirsə, ədədin tərkibində 37 varsa, biz nə yazacağıq? Yes çıxardacağıq. Əks halda no çıxardacağıq. İndi kim mənə təklif verər? Necə yazaq? Nətər yazaq? Yəni 3 və 7-nin ardıcıl gəlib gəlmədiyini mən necə müəyyən edim? Üç və 7-nin ardıcıl gəlib gəlmədiyini necə müəyyən edim? Kimin təklifi varsa irəli sürə bilər. İstətirəm müəllim 37-ni. Oradan da yazaq ki, if i 37 in hansısa sətr. Bəli. Mən də elə bir şey fikirləşirəm. Deməli, natural ədədi sətir kimi qəbul edirik. Sətir kimi qəbul etdikdən sonra əgər burada 37 vardırsa, içərisində biz yes verəcəyik, əks halda no verəcəyik. Əslində, məsələdə 4 rəqəmli ədəddə 37, yəni 3 və 7-nin ardıcıl gəlib gəlmədiyini soruşur. Sadəcə bunu elədim nə? Çox rəqəmli ədəd üçün. Ondan belə bir metod. Yazaram, n bərabərdir input. Qoy bunu yazaq, çevirək ingilis dilinə. Sətir kimi alıram, çünki 3 və 7-nin ardıcıl gəlməyin 37 kimi baxacam. Onda qalib deyirəm, əgər, bax, belə bir şey. 3, 7 bu formatda. In, n, onda print yes. Əks halda print no. Başqa necə yazmaq olur? Bəlkə kimin sağlığına gəlib. Məsələn, belə bir ədəd yazıram. Yes gördünüz çıxdı, amma belə bir ədəd yazacağım. Burada 37-ni yazmayaq, 73 kimi düşsün qəsdən. 3, arada bir rəqəm buraxaq, 7 yazaq. Burada no kimi çıxdı. Və yaxud başqa cür necə yaza bilərəm? Yazaram, əgər n-in içərisində 37-nin sayı ən azı bir dənədirsə, 3, 7 bir dənədirsə, bunun tərkibində 3, 7 ardıcıl gələn var da. Yəni, n count 37 böyük bərabərdirsə 0, print yes, əks halda no, daha onu qeyd etmirəm. Harda sualınız olsa mütləq deyin.
Növbəti məsələmiz belə olacaq uşaqlar. Bu bizim birinci məsələmiz idi. Növbəti məsələmiz olacaq belə. Klaviaturadan çox rəqəmli tam ədəd daxil edilir. Tam ədəd daxil edilir. Tam ədəd, natural ədəd yox. Klaviaturadan çox rəqəmli tam ədəd daxil edilir. Bu ədədin onluq və yüzlük rəqəmlərinin yerini dəyişən proqramı yazın. Məsələnin şərti yəqin ki aydındır. Çox rəqəmli bir tam ədəd daxil olacaq. Həmin ədədin onluq və yüzlük rəqəmlərinin biz yerini dəyişəcəyik. Onluq və yüzlük rəqəmlərinin yerini dəyişmiş olacaq. Siz düşünün, mən də buradan nə tapıram? Məsələlər seçirəm ona qədər. Kimin təklifi olsa deyər. Sətrə çevirərəm. Sonra da sətrə çevirib elə bir onluqla onluğu bərabər eləyərəm yüzlüyə müəllim. N deyir indeksindəki 1-i bərabəri n indeks 2-yə. Sonra da print eləyərəm. Hə, Nigar buradasan? Bəli, buradayım. Əlavə elədim lütfən. Deməli, uşaqlar, burada məsələni problemə çevirən nədir? Məsələni problemə çevirən olur ki, deyir ki, tam ədəd daxil olur. Yəni, mənfi ədəd də daxil olma bilər. Mən mənfi belə bir ədəd daxil eləsəm, bunun onluğu ilə yüzlüyünün yerini dəyişsin. Yəni, nəticə olaraq nə çıxmalıdır? Belə bir ədəd daxil eləsəm, mənfi 2, 3, 6, 9, 8. 9, 8, 7 çıxmalıdır. Müsbət ədəddə daxil etsəm öz yerində. Yəni, yenə dəyişməlidir, ancaq mənfi də daxil etsəm. Ona görə də mən məsələni belə yazacağam. Birinci, nə edirəm? Birinci, həmin ədədi qəbul edirəm. Özdə ədədin üzərində dəyişmə apardığından əvvəlcədən fikirləşirəm ki, bu ədədi mən nə kimi qəbul edeyim? Sətir kimi qəbul edeyim. Sətir kimi qəbul edeyim. Problemi həll etmiş olun. Belə bir şey eləyirəm, yazıram. Amma tam ədəd deyil axı müəllim. Hə, tam ədəddir də. Yəni, nəticə olaraq tam ədəd daxil edilir də. Nə fərqi ki? Yəni, mən sətir kimi bir var, int kimi qəbul edib, str kimi işimi görəm. Bir də elə bir başa int kimi. Yaxşı, sən dediyin kimi razılaşmırsan, tam kimi qəbul edək. N bərabərdir int input. Tam ədədi qəbul etdim. Tam ədədi qəbul etdim. Sonra mən nə iş görəcəyəm uşaqlar? Sonra belə bir iş görəcəyəm. Bunu sətrə çevirəcəyəm, modulunu tapıb sətrə çevirəcəyəm. Yəni, axırda nəzərə alacam mənfi müsbətliyin. Elə bu başdan mənfidirsə, modulunu tapım, sonra da sətrə çevirim. Yəni, k bərabərdir a bs n modulunu tapdım. Sonra da elə bunun içərisində bir dənə sətrə çevirim. Yəni, mənfi olsa da müsbətə çevirsin, müsbət olsa da onsuz müsbətə çevirsin. Axırda bunu nəzərə alaram. Sətrə çevirdim. Sonra sətrin uzunluğunu tapıram. Bu uzunluq mənə nəyə lazım olacaq? Çünki mən nə edəcəyəm? İndekslərlə işləyəcəyəm. Axırıncı elementlər var ki, yüzlük və onluğa indekslə müraciət eləyəcəyəm. Əslində, siyahıya da çevirib bu işi görə bilərəm, amma nə edirəm siyahıya çevirirəm? Onsuz sətirlərdə də indekslə işləyə bilirəmsə, bir də siyahıya çevirib axırda birləşdirmək, özümü problemə salmıram. Və bir dənə buradan özüm üçün də bir nümunə ədəd yazacağam. Bunun üstündə problemi yerinə yetirəcəyəm. Yəni, bax, mənfi ədəd daxil elədim, müsbət ədəd daxil elədim, fərqi yoxdur. Burada o nümunəni yazıram. Yəni, müsbətə çevriləndən sonra onun mənfi müsbətliyini düzəltmək axırda düzələn məsələdir. Yəni, bax, mən bu hissədə 8 ilə 9-un yerini dəyişmiş olmalıyam.
8 ilə 9-un yerini dəyişmiş olmalıyım. Sonra uzunluğunu tapıram. İndeksinə müraciət etmək üçün mən məcburam ki, sətrin uzunluğunu tapam. Uzunluğunu tapdım. İndi belə bir iş görəcəyəm uşaqlar. Bax, bunu bura qədər kəsəcəyəm. Bax, bura qədər Len müəllim. 100 hə, len k daha dəqiq desək. Bir də len K bərabərdir STR-in eri qalıb müəllim. bu dəqiqə düzəldəcəyəm. Deməli bunu nə edirik? K eləyirik də setr olundan sonra bunu da setr. İndi uşaqlar, bura diqqət eləyək. Mən bunu bura qədər kəsəcəyəm. Yəni 100-lüyə qədər kəsəcəyəm. 100-lüyə qədər heç bir işim yoxdur. 100-lüyə qədər kəsirəm. Kəsəndən sonra qalan bu hissəsində dəyişikliyimi aparacağam. Yəni bax o qalan hissədə 897 olan hissəsinə qədər kəsib götürürəm. Ona görə belə bir dəyişən qoyuram. S bərabərdir. Kəsmək nə qədərdir? Uzunluqdan 3 əski kəsirəm də. Uzunluğundan 3 əski indeks bura qədərdir. Yəni 3 dənə indeks əski kəsirəm. Onda yazıram ki, S bərabərdir K. Başlanğıcdan sətri necə götürürdük? Başlanğıcdan belə götürürdük. Yəni qoşa nöqtə hara qədər istəyiriksə, mən də hara qədər gedirəm? A-3-ə qədər götürürəm. Həqiqətən də bunun uzunluğu nə qədərdir? Məsələn, bunun uzunluğu 1, 2, 3, 4, 5, 6, 7-dir. İndi mən bunu nəyə qədər kəsəcəm? 4-ə qədər kəsəcəm. 0, 1, 2, 3. Bu hissəni yazdım. Yəni 3. 4 yazmalıyam ki, 3-ə qədər götürsün. Yəni A-3-də 7-dən 3 çıxanda 4 qalır. Ona görə nədir? A-3. Yəni 4-ə qədər. A-dan 3-ün çıxdım, nə qaldı? 4-ə qədər. 4-ü götürməyəcək, artıq bura qədər götürəcək. Elə deyil. Bu hissəni kəsib götürdüm. İndi bunun üstünə nəyi əlavə? Əslində bu xətti bir alqoritmdir. Bunun üstünə nəyi əlavə edirəm? Bunun üstünə əlavə edirəm. Nəyi? Onluqla yüzlüyün yerini dəyişirəm. Onda onluq nədir? Onluq da A-2-dir. Yəni bunun uzunluğu A-dır. Bax bunun uzunluğu A-dırsa, deməli bu 9 harada dayanıb? Onda A-2-ci indeksdə dayanıb. Yəni bunun uzunluğu nə idi? 1, 2, 3, 4, 5, 6, 7-dirsə, onda onluq 5-ci indeksdə dayanıb. Doğrudan da 0, 1, 2, 3, 4, 5. Gördünüz? 5-ci indeksdə. İndi bunun üstünə bura qədər kəsmişdim. 6-ya qədər kəsmişdim. Üstünə 5-ci indeksi əlavə edirəm. İndi mənim bu xüsusi nümunəmdə 5-ci indeksdir. Amma ümumi ədəddə nədir? A-2-ci indeksdir. Onda K A-2. Onun da üstünə onda nəyə gələcəm? A-3 gələcəm. Yəni 8-in yerinə 9-u qoydum. A-2. A-3 8-dir. Onda bunu da üstünə əlavə edirəm. K A-3. Yerini dəyişdim. Yəni A-3-ün yerinə A-2-ni topladım. Və üstünə də gəlinsin axırıncı indeks nədir? Yəni 7 rəqəmi nədir? A-1-ci indeksdir. Axı nömrələmə sıfırdan başlanır. Ona görə də K A-1. Yəni müxtəlif üsullarla yazmaq olar. Mənim ağlıma gələn metod ilk bu. A-1. Vəssalam. Bu dəyişilmiş formadı hazır çıxıb. İndi belə bir iş görürəm. Axı ədəd müsbət olan halı üçün, yəni mən mənfi də daxil etsəm, burada müsbətə çevrildi, bu baş verdi. Mənfi olsa bu dəyişəcək, qabağında da mənfi çıxmalıdır. Ona görə də belə bir şey eləyirəm. Deyirəm ki, əgər ədəd müsbətdirsə, müsbətliyin buradan int-lə almışam. Yəni yaxşı oldu ki, Şamil dedim, əlim int-lə alaq, yoxsa burada təzədən bunu int eləyəcəkdim və s. Yəni müsbətdirsə, elə S-nin özü çap olunsun. Gördük. Baxın, görək müsbət üçün işləyəcək. Məsələn, bir dənə nümunə. Və elə bunun özünü daxil edirəm. Dediyim ədədini 235 68 97. Gördünüz, dəyişdi uşaqlar. 9 gəldi 8-in yerinə, 8 keçdi 9-un yerinə. Yəni 100-lü ilə 10-luq yerini dəyişdi. İndi bəs mənfi olanda axı bu problem yaranacaq, işləməyəcək. Mənfi olanda da elə mən bunun qabağına mənfi işarəsi işləyəcək əslində. Mənfi işarəsi daxil eləsəm belə yenə bu cavabı çıxardacaq. Amma qabağında mənfi olmalıdır. Ona görə də belə bir şey qoyuram. Əks halda, yəni ədəd müsbət deyilsə, onda qabağında da bir dənə nə olsun? Mənfi olsun. Print mənfi 1 vurulsun. Nə? S artıq burada nədir? S burada sətirdir. Görürsünüz, mənfi 1 vurulsun S yazsam problem çıxar. Ona görə int S.
Hə, indi bunun mənfi versiyasını daxil edək. Gördünüz uşaqlar, mənfini də qabağına qoyub çıxartdı. Hətta bunun -1 vurulsun intisi əvəzinə ilə toplayardım da mənfi ilə. Belə bir şey də yaza bilərdim. Yəni simvolik olaraq yazardım mənfi, belə biraz bəyənilən hal deyil, plus S kimi yazardım. Yenə də nə olacaqdı? Bu işləyəcəkdi. Onsuz da S sətir idi. Sətir olduğu üçün işləmiş olacaqdı. Buradan yapışdırdım. Gördünüz, mənfi olanda yenə çıxdı. Başa düşdünüz məni, yoxsa yox? Yəni bura qədər 3-cü təklik, onluq, yüzlük. Yüzlüyə qədər 3 dənə sola getməliyəm. Ona görə uzunluqdan 3 çıxıb kəsdim. Bunun üstünə əlavə etdim bunu, 9-u, 2 dənə soldadır. Sonra da onun üstünə 3 dənə solda olan yüzlükdür, gəldim. Və ən axırda da 1 dənə də solda olan axırıncı rəqəmdir. Çünki nömrələmə 0-dan başlayır. Gəldim və nəticəni çap etmiş oldum. Sualınız varsa verin, sualınız yoxsa yeni məsələni sizin üçün oxuyum. Başqa bir ədəd. Çox rəqəmli tam ədəd verilibdir. Çox rəqəmli tam ədəd verilibdir. Onun soldan birinci rəqəmini silib sağ tərəfə yazdılar. Alınan ədədi çıxışa verin. Yəni bir dənə çox rəqəmli ədəddir. Tutaq ki, belə bir çox rəqəmli ədəddir. İndi bunun nəticə olaraq çıxışa belə bir şey getməlidir. Soldan birinci rəqəmini siləcək, sağa yazacaq. Yəni olacaq 35 674 74 arxasında 2. Yəqin ki, məsələ aydın. İndi bunu da hardasa oxşar metodla yazacaq. Bunlar hamısı nədir? Xətti alqoritmlərdir. Onda mən belə bir şey eləyirəm. Ədədi qəbul eləyirəm. Yenə də tam ədəddən söhbət gedir. Özüm qəsdən bu mənfi söhbətlərinə girirəm ha. Deməli, tam ədəd verilib. İndi bu tam ədədi mən bayaqçı kimi STR eləyirəm, ABC-sini alıram, yəni modulunu tapıram. İndi soldan birinci rəqəmin kəsib sona yazmaq nə deməkdir? Yəni bu ədədi haradan kəsəcək? Bu daha asan məsələdir. S bərabərdir. Bax, nümunə həmişə proqramlaşdırmada, sonra riyaziyyatın kombinatorika bölməsidir. Kiçik nümunələr üçün eksperimenti apar, böyük nümunələrə şərh et. Məsələn, bir dənə nümunə yazıb, nümunənin üstündə düzəlt, böyüklər üçün də işləyəcək. Onda mən bunu buradan kəsib götürərəm büsbütün. Buradan kəsib götürmə nədir? Birinci indeksdən axıra qədər kəsib götürərəm. Yəni K-na, təbii ki, K STR-dir. Onda yazaram K. Birdən kəsdim axıra qədər götürdüm. İndi bunun da üstünə əlavə eləyərəm nəyə? 0-cı indeksi. Yəni K0 vəssalam, bununla da problem həll olmuş oldu. Və axırda yoxlayaram. Bunu problemə çevirən nədir? Onun mənfi müsbət olmasıdır. Əgər E müsbətdirsə, özün çap elə. Özün çap elə. Əks halda yenə eyni yazılış. Print mənfi üstə gəlinsin ya da -1 vurulsun. Int S. Vəssalam. Bununla da problem həll oldu. Məsələn, dediyim bu nümunəni buradan götürürəm. Görək kəsibdir, kəsməyibdir. Niyə kəsməyibsizcə? Çünki buradan S-ni çapa verməmişəm. Bax, ona görə kəsməyibdir. Gördüyü uşaqlar, kəsdi 4-ün də sonuna 2-ni yapışdırdı. Yaxud bunun mənfi versiyasını biz yazsaq, əsas oldu mənfi ilə işləmək. Yenə də gördüyü kəsdi sona yapışdırmış oldu. Bunlar budaqlanmaya aid bir alqoritmdir, həm də xətti alqoritmdir. Sonra belə bir məsələ. Ən asanlarını belə yazacağam.
Bir də ki, hələ bunu yazmamışdan qabaq orada o qəbul imtahanına düşən sualları da uşaqlar mənə skrin eləmişdi. Demək olar ki, tam bal alan yox idi ona. Amma yarı bal almışdı. Amma biz ondan qapalı testlər də həll eləmişdik. Qapalı testlər də həll eləmişdik. Qapalı testlərdə də biz göstərmişdik, belə də yazmışdıq. Ədədin bir vardı, unikal rəqəmlərin götürməyi, yəni təkrarlanmayan, bir də təkrarlanan simvollardan nə etmək? Birin götürmək. Yəni təkrarlanan simvollardan birini götürmək. Hər simvoldan məsələn 5 dənədirsə, belə bir şeydir də məsələn. 2 3 5 2 2 4 7 8 3 5. Görürsüz burada 2 rəqəmləri də təkrarlanıb, 5 rəqəmləri də təkrarlanıb və sair təkrarlanan rəqəmlər var. 3 də təkrarlanıb. İndi bunların istəyirəm hərəsindən birini götürək. Buna biz bir kod yazmışdıq. Onu deyim, sonra yadımdan çıxar. Demişdik n bərabərdir input. Yəni sətir tipində alırıq. Sətir tipində alandan sonra çünki ona mən müraciət edəcəyəm. Sonra belə bir boş siyahı qoyurduq. Belə bir boş siyahı qoyurduq. Hətta mən in metodu ilə, in operatoru ilə də öyrətmişdim. Amma ən çox bununla eləyirdik. Deyirdik for i, təəssüf ki, çox adam bunu düz yazmamışdı. For i in n, yəni simvolu n-dən götür. Həmin simvolun sayı s-in içərisində sıfırdırsa, onda həmin simvolu at s-in içərisinə. Yəni if s.count i'lər n-dən götürür də simvolları görürsünüz. Bərabərdirsə sıfıra, o zaman orada demişdik ki, say, belə müxtəlif simvolların sayını sayda belə nümunələr də vermişdi. İndi biz axırda sayını da saya bilərik, başqa cür də eləyə bilərik. Deməli, onda s.append i. Bəs o necə olacaq? Məsələn, birinci dəfə 2. 2-ni götürdük. 2 s-in içərisində var, yox. Onda atacaq, sıfırdır. İndi ikinci dəfə gələcək 3. 3 var s-in içərisində, yox, yenə atacaq. 5. 5 var, atacaq. 2. 2 var s-in içərisində. 2 artıq var s-in içərisində. Çünki birinci dəfə 2-ni atdı axı. Da 2-lərin sayı s-in içərisində 0 deyil. Bir dənə var artıq. Ona görə atmayacaq. Və proses belə baş verir. Hər simvoldan birini neynir? Atır. Ona görə print s veririk. Özün istəyiriksə siyahıda çap etməyi dedim, belə eləyirik. Məsələn, bax, nümunəni götürürəm. Gördüyünüz hər simvoldan bir dənə əlavə elədi. Baxın, 3-lərdən 2 dənə var, bir dənə götürdü. 5-lərdən 2 dənə var, birini. 2-lərdən 2 dənədir, birini götürdü, atdı. İstəyirik ki, siyahı formasında çıxmasını demişdim, qabağına nə qoyuruq? Ulduz işarəsi qoyuruq. Siyahı formasında heç çap eləmir. Bu formada çap eləyir. Sayın deyirsə çap elə. Onda biz burada nə yazmalıydıq? Orada deyəsən sizə sayın deyirdi imtahanda. İndi yaddaşımdan çıxıb. Sadəcə LNS verirdi. LNS nəyin verirdi? Sayın, yəni uzunluğun bunu vermiş olurdu. Ayrı-ayrı situasiyalarda göstərirəm. Nədir? 6 dənə. Amma bunların da mən fikirləşdiyim hər şeyi sizə standart formada dedim. Bunun üçün də bir dənə standart forma. Bunun üçün standart forma indi amma bilmirəm düz yadımda qalıb yoxsa səhv yadımda qalıb. Belə bir şey olurdu. Bax, bunu buradan pozuram. İstəyir deməli. Setlə yazacağam. Siyah. Siyahıya çevirirdik. Məsələn, n k bərabərdir. Sonra siyahıya çevirirəm. List n. Xətti bir alqoritm eləmək istəyirəm. Ondan sonra belə bir operator var. Məsələn, k n bərabərdir. Set k. Görüm işləyəcəyim, yaxşı yadımda qalmayıb biraz. Yəni işləməsi də əsas mən sizə göstərdim bir dənəsi. Gördüyünüz uşaqlar, buna çoxluq tipi deyirlər də. Görürsünüz, hərəsindən bir dənə bu da əlavə elədi. Xətti bir alqoritm. Bunu yadda saxlamaq məsləhətlidir. Özünüz üçün qeyd götürün. Mütləq götürün. Görürsünüz, bir anlıq, 2 sətir, set. İndi uzunluq da çap eləsən, burada nə verəcəksən? İstəyirsə uzunluğu len m kimi çap elə, qoy geçsin də uzunluğu.
Deyir neçə simvoldan ibarətdir. Görürsünüz, eyni cavabı çıxartmış oldu. Bunu qayıdıb siyahıya da çevirmək olar. Yəni M artıq set tipindədirsə, onu Z bərabərdir list demələsən siyahı eləyəcək. Baxın, bir tipdən digərinə keçid. Məsələn, Z bərabərdir list demələsən, yəni ola bilər ki, niyə görə bunu deyirəm? Ola bilər ki, sən bunun üzərində əməliyyat aparandan sonra qayıdıb siyahı eləmək istəyirsən, müxtəlif simvolları götürəndən sonra qayıdıb siyahı eləyirsən və o siyahının üzərində nəsə bir başqa bir iş görəcəksən. Məsələn, tutaq ki, elementləri cəmləyəcəksən, siyahı da olsa sam eləyəcəksən gedəcək. Yaxud indi burada elementlər əsasən sətir tipində olur. Onda siyahıya da həqiqətən çevirmək olur. Baxın, gördünüz, birinci set elədim, seti də qayıdıb list elədim. Gördünüz, siyahı tipində vermə oldu. Bir də başqa bir problem ondan ibarət idi. Yəni, artıq ikinci məsələni deyirəm buna aid. Ümumiyyətlə təkrarlanmayan, yəni unikal. Orada mütləq unikal söz olur. Məsələn, 2 burada unikal deyil. O ikilərdən təkrarlanmayanın götürdüyü. Yəni birincisi təkrarlanmırdı, sonrakılar gəlirdi. Bir də unikal. Yəni unikallar burada hansıdır? Unikallar 4-dür. Sonra 7-dir. Bir də 8-dir. Bunlar nədir? Unikaldır. Təkrarı yoxdur. Unikalı da biz bayaqki kodda belə bir iş görməliydik artıq. Deməliydik, unikalın sayını da deyə bilər, unikalın özünü də çap elə desə, n bərabərdir input. Yenə mən boş siyahımı qoyuram. Yenə başlayıram elementlərə müraciət eləməyə. For i in n. N-dən simvolları bir-bir götürürəm və özüm üçün düşünürəm. Əgər bu unikaldırsa, deməli, n-in içərisində, da s-in içərisində yox. Bayaq s-in içərisində yoxluyurduq ki, s-in içərisinə atmamışamsa bu elementdən. Yəni birinci elementi götürürdük. Dedik s-in içərisində var, yox, atırdıq. Sonra ikinci dəfə 2 gələndə deyirik bundan atmışıq da bundan götürmüşük. Bu növdən götürmüşük. Bu növə ehtiyac yoxdur. Başqa bir növ götürək. Bu yeməkdən götürmüşük. Var. Səbətimizə qoymuşuq. Başqa bir şey götürək. Amma indi biz götürdüyümüz yeməkdən yox, ümumiyyətlə təkrarlanmayan yeməkdən. Yəni unikaldır. Bunun bənzəri yoxdur. O zaman da s-in içərisində yox, n-in içərisində deyirik, əgər n-in içərisində i-lərin sayı cəmi bir dənədirsə, yəni bundan başqa yoxdursa, o zaman s-in içərisinə at. Da s-in içərisində 0 dənədir yox. Orada bayaq 0 dənə yazırdıq. Yəni 0 dənədirsə at, artıq atılıbsa 1 dənədirsə atma. İndi buradan da nə edirəm? S-i çapa verirəm, siz görəcəksiniz. Burada harda səhv eləmiş. For n in n. İfsiz vermiş müəllim. Deyirəm axı, ifsiz şərtsiz yazmışım. Doğrudur. Deməli, ifsiz vermişik, doğrudan da elədir. İndi bax bunu da ki düz yerində yazmamışıq. Belə mexaniki səhvlər eləyəndə mənə deyin, yorğun oluram, tapa bilmirəm orada səhv nə gedib. Gördünüz uşaqlar, unikallardan 4, 7, 8 götürdü. Bu unikallar idi. Bayaqki isə nə idi? Təkrarlanmayan. Burada uzunluğun desə, len etmək lazımdır. Nə bilim, sayın da, yəni uzunluq deyəndə sayın. Digər və sair məsələlər. İndi təzə məsələ. Sadə məsələlərdən. AB parçasında ümumiyyətlə belə deyək də, mən məsələni belə qoyacağım. Məsələnin şərtiyyəsində belə deyil. Məsələni biraz birinci asan versiyasını deyəcəyəm. Sonra məsələni çətinləşdirəcəyəm. Deməli, məsələ belədir. 3 rəqəmli ədədlərdən, bunu bir dəfə yazmışıq biz. 3 rəqəmli ədədlərdən rəqəmləri müxtəlif olan ədədləri çap edən proqram yaz. Yəni biz 100-ü çap etməyəcəyik. 101-i çap etməyəcəyik. 102, 103, 104, 105, 106, 107, 108, 109, 110-u çap etməyəcəyik. Çünki onun 2 dənə rəqəmi eynidir. Yəni rəqəmləri müxtəlif olan 3 rəqəmli ədədləri çap et. Bunun üçün daha n-i almağa ehtiyac yoxdur. For
in neçədən başlayacaq? 100-dən başlayacaq. 1000-də dayanacaq. İndi rəqəmləri müxtəlif o deməkdir ki, rəqəmlərin müxtəlifliyi mən necə müəyyən edeyim? Sətir kimi müəyyən eləyə bilərəm. Ədədi rəqəmlərə ayırıb bir-biri ilə müqayisə eləyə bilərəm. Amma mən üçün ən münasib sətir versiyasıdır. I bərabərdir sətir. Dövrün daxilində i-ni təzədən sətir eləyib belə i kimi işarə eləyirəm. İndi bu bir dənə şərt qoyuram. Deyirəm, əgər i-nin 0-cı indeksdə dayanan elementi, yəni bu nə deməkdir? Yüzlük deməkdir. i0 fərqlidirsə, nədən? i1-dən. O da fərqlidirsə, bu da fərqlidirsə. i2-dən eyni zamanda yox, yəni fərqlidirsə, buradan bir dənə and yazıram. And nə yazmaq daha münasibdir. Çünki bu işləməyə də bilər. Yəni bu şərt eyni zamanda ödənməlidir. Əgər i0 fərqlidirsə i1-dən, i0 həm də fərqlidirsə i2-dən, eyni zamanda əslində bu işləyəcək, amma eyni zamanda belə də bir şey eləyə bilərəm. Nə ilə nəyi müqayisə eləmək qaldı? i1 ilə i2-nin İ2 ilə i2. i2 ilə i3 yox, Yox. i1 ilə i2. İ1 ilə i2. i1 ilə i2-ni. Əgər i1 də fərqlidirsə i2-dən, deməli onda bunun bütün rəqəmləri bir-birindən müxtəlifdir. Və onda print həmin i-ni çap et. Vəssalam. Bununla da problem həll oldu. İndi görək bizə nə çap verəcək. i0 i1-dən, and i0 i2-dən, i1-də i2-dən. Görək niyə işləmədi? Çıxışa heç nə vermədi. i bərabərdir sətir 100-dən 1000-ə qədər. i0 i1-dən fərqlidir, bəli. Və eyni zamanda i0 i2-dən fərqlidir. Və eyni zamanda i1-də i2-dən. Burada hardasa səhv gedib, görə bilmirəm səhvi. Çıxışa heç nə vermir o nöqteyi nəzərdən. 0-cı indeks 0, 1, 2. Hə, düz qeyd etmişik də. i0 fərqlidir i1 və i0 fərqlidir i2. Nə səhv gedib burada? Xırda bir səhv gedib görənmirəm, amma bunu həll eləyə bilərik. Belə problem deyil. Bunun bir dənə mürəkkəb versiyasını sizə deyəcəyəm. Gəlin belə eləyək. A bərabərdir. Lap sadə eləyim. I axtarmadım orada nədir. Bölünsün 100. Bu 100-lük rəqəmidir. B bərabərdir. I 10-luq rəqəmin götürürəm. 10-luq rəqəmin götürdüm. C də bərabərdir. Da nəyi götürürəm? Təklik rəqəmin götürürəm. I faiz 10. Hə, indi bunları bir-biri ilə müqayisə edirəm. Əgər A fərqlidirsə B-dən və eyni zamanda A fərqlidirsə C-dən və eyni zamanda A fərqlidirsə daha doğrusu B fərqlidirsə C-dən. O zaman niyə print deməli nə? Print i. Yenə də işləmədi. Qoy bir dənə baxım görüm nə düz qeyd etmirəm. Məsələn şərtini.
Düz yazmış bakın. Niye düz işlemiş? Kodu bir tane testden kopyalayayım. Bu işte. Orada da biz şərti düz yazmışıq. Amma niyə görə? Deməli, birinci rəqəmi ayırmaq üçün 100-ə bölmüşəm. 10-a bölmüşəm qalıqla. Bir də axırıncı rəqəmi də 10-a bölmüşəm. Sonra da onların bir-birindən fərqliliklərini yoxlamışam. A fərq edirsə C-dən, B də fərq edirsə C-dən. Bir dənə xırda dəyişiklik eləyək, görək. Müəllim, çünki for in yox, for in range zamanıdır. Bəli. Operatoru düz yazmamışam da. For in range yadımdan çıxartmışam. Range operatorunu yadımdan çıxartmışam. Bayaqdan o birisi də düz işləyəcəkdi, vaxtımız getdi. Deməli nədir? Doğrudan da range yaddan çıxmışdı, bəli. Deməli, doğrudan da rəqəmləri müxtəlif olanlara nə etdi? Yazdı. Görürsünüz, bütün rəqəmləri müxtəlifdir. 102, 103, burada rəqəmləri eyni olan yoxdur. Bayaqçısı da düz işləyəcəkdi. Sadəcə orada da range sözünü görmürmüşəm. Oradan Şamil mənə kömək elədi ki, range sözünü yazmamışam. İndi uşaqlar, bu məsələnin asan versiyası idi. Deyirdik 3 rəqəmli rəqəmləri müxtəlif olan ədədləri çap eləyin. Biz də çap elədik. Yaxud ola bilərdi ki, deyərdik ki, 2 rəqəmi eyni olan, bir rəqəmi müxtəlif olan, onu burada düzəldəcəkdik. Yəni yüzlü ilə təklik eyni olsun, onda fərqlənsin onluqdan, onluqla təklik eyni olsun, yüzlükdən fərqlənsin. Orada bir-birinə bərabərləşəndə da 4 dənə belə şərt yazmaq lazım deyil. A ilə B bir-birinə bərabərdir və B fərqlidir C-dən. Bu o deməkdir ki, onluqla yüzlük bərabərdir, təklik fərqli. Bax belə. Yaxud istəyirik onluq fərqli olsun, yüzlük ilə təklik bərabər olsun. Onda yazacaqdıq A bərabərdirsə C-yə and C fərq edirsə B-dən və yaxud A fərq edirsə B-dən neyniyəcək? İşləyəcək. Daha bir dənə götürüb o birisini də A fərqlidirsə C-dən, B də fərqlidirsə ehtiyac yox. Amma məsələ bu deyil. Mən məsələni çətinləşdirəcəyəm. Heç özüm də hələ koduyun yazmağa hazır deyiləm. Yəni belə bir şey deyirəm. Deyirəm ki, bu ilk ağlıma gələn versiya. A və B ədədləri klaviaturadan daxil olur. Natural ədədləri. Tam ədəd deyil. A və B natural ədədləri klaviaturadan daxil olur. A B-dən kiçikdir. Elə bil ki, sizə dəftərdə nə yazılıb? A və B ədədləri klaviaturadan daxil olunur. A ədədi də B ədədindən kiçikdir. A və B ədədləri də çox rəqəmli ədədlərdir. İndi ümumiyyətlə bizə deyir ki, rəqəmləri fərqli olan ədədləri çap edin. Yəni, tutaq ki, A-nın qiymətini biz daxil eləmişiksə, məsələn deyirəm, 215, qoy buradan bir dənə dırnaq işarəsi qoyum, şərh vereyim. Yəni, təsadüf ağlıma gəldi, hala kodu yazmağa özüm hazır deyiləm, doğrusunu etiraf etsəm. Bir də yazıram, belə bir ədəd, belə bir çox rəqəmli. 215 ilə bu 123.659 ədədi arasında ümumiyyətlə rəqəmləri fərqli olan ədədləri nə etmək lazımdır? Çap etmək lazımdır. Bəs bunu necə eləyək? Nə təklifiniz var? Deməli, burada öndə duran məsələ odur ki, ədədin, rəqəmlərinin fərqliliyin yoxlamaq məsələsidir. Yəni, istənilən ədədi biz o koda verəndə, biz bu haqda bir dəfə məşq eləmişdik. İstənilən ədədi ötürəndə ora nə baş versin? Ədədin rəqəmlərin fərqlidirsə onu çap eləsin. Hamısı bir-birindən fərqli. Sonra qalanı asandır. A-dan B-yə range ilə bir interval verəcək. 1-1 i dəyişəni həmin A-dan B-yə qədər qiymətləri alacaq və qiymətləri aldıqca rəqəmlər fərqlidirsə çap edəcək. Var versiyanız, yoxsa yoxdur? Hə.
Mən ona üçün ədədləri burada AB intervalını qururam. Bayaq yazdığımız kimi müəyyən bir siyahıda ədədin rəqəmlərini tapmağa çalışsaq, Aha. bir-bir yoxlasaq, həmin siyahıda həmin ədəd yoxdursa əlavə eləsək, əgər fərqli ədəd, yəni eyni ədəd rast gəlinən kimi həmin ədədi silsin, müxtəlifdirsə həmin ədədi götürək. Axı bu rəqəmlərinin fərqliliyini istəyir. Rəqəmləri tam. Məsələn 215, 216, 217, 218, 219 daha 220 yox. 230-dan başladı. Ta gəldi 123.659 ədədinə də 123.658 həqiqətən onu çap elədi, amma 123.660-ı çap etməyəcək. Onu necə eləyək? Bəlkə də sən dedin, mən sənin fikri başa düşmədim, amma mənim bir dənə ağlıma fikir gəlib. Çox sağ ol fikir bildirdiyi üçün. İstənilən halda fikir bildirin, səhv düz. Çünki mən də bu kodları əzbərləməmişəm. Bizim bir də metodumuz var idi ki, biz ədədin rəqəmləri eynidirsə, biz onu nə edirdik? Bir dənə rəqəmin götürürdük, ancaq o bizə sərf eləməyəcək də. Bu biraz Yəni mən birinci funksiya yazaram, orada onu yoxlayaram. Yəni cavabı. Əgər countla varsa retro 1 qaytarsın, əksarla 0 qaytarsın. Sonra da o şərt yoxlayaram, Rübabən dediyi kimi gedib. funksiya ilə olar, hə. Funksiya ilə başlanğıcda yazaq. Eyni rəqəm olanları atmaqla da. Təsadüf ağlıma gələn məsələdir. Bəlkə bunu axıra saxlayaq. Çünki özüm də standart bu dəqiqə hazır deyiləm bunu yazmağa. Yəni həmin dəqiqə baxan kimi ardıcıl yazım. Biraz düşünməliyəm. Yəni müəyyən xətalar olandan sonra düzəltməliyəm. Bax bunu yəni dərsdə yazarıq, bir məşq eləyərəm. Təsadüf ağlıma gəldi. Biraz gördüm ki, çətin olacaq. Çünki mən düşünürdüm eyni rəqəmləri, hamısı eyni olanları çıxım. Sonra fikirləşdim ki, hamısı eyni olanlar yox. Ola bilər 3-ü də eyni olsun, qalanı fərqli olsun. Bu da bizə lazım olmayan ədəddir. Yazarıq. Yəni belə 1-2 dəfə məşq eləməklə yazmaq olar. Çox da çətin deyil, amma indi hal-hazırda vaxtım gedəcək. Ona görə sizin vaxtınızı almaq istəmirəm. Təsadüf ağlıma gələn məsələlər olur belə. Bunu yazdım mən özüm üçün yaddaşa, yazarıq bir yerdə. Deməli, onda başqa bir məsələ deyim. Buna vaxtımız getməsin. Ən sadələrdən yenə deyirəm. Çünki nəsə son zaman zəifləmisiniz. Dövr vasitəsilə istifadəçidən 5 ədəd daxil etməsini tələb edin və bu ədədlərin cəmini hesablayın. Biz buna uyğun keçən dərs blok sxemlər qurduq. Dövr vasitəsilə dedik ki, ədəd qəbul eləmək, cəmin tapırdıq, ədədi ortasını tapırdıq və s. İndi dövr vasitəsilə ədədi necə qəbul edirlər? Yəqin ki, blok sxemdən yada salın. Blok sxemdən yada salmadan bura keçək. S bərabərdir 0 yazıram. Çünki ədədlərin cəmini tapacağam. Dövr vasitəsilə 5 dənə ədəd qəbul etmək üçün mən nə yazıram? For i in range. Yəni o yadınızda 4-cü günkü dərsdə demişdim ki, sanki elə bil zəngi sıxıram. Zəngi sıxmaq nə deməkdir? Yəni i bərabərdir 1-dən 6-ya qədər məsələn qiymət. Yaxud biz bunu belə yazırdıq. 5 dəfə bir şeyin icra olunması üçün yazırdıq. 0-dan 5-ə qədər. 0-5. Bu nə deməkdir? I 0-dan 5-ə qədər qiyməti alması 5 dəfə qiymət dəyişir. İndi mən də bunun üçün nə edirəm? Ədəd qəbul edirəm. X bərabərdir int input. Tam ədəddən söhbət gedirdi. Və S bərabərdir. S üzərinə gəlsin X. Vəssalam. Dövr vasitəsilə 5 dənə ədəd aldım və onun cəmin nə etdim? Ekrana çıxartdım. Sadə kod olduğu üçün arxayınam, daha icra etmirəm. Çünki dəqiqliklə işləyəcək. Burada çox şagirdləri bu proses çaşdırır ki, elə bilir ki, i 0-dan 5-ə qədər yazmışamsa, yəni bu o deməkdir ki, x birinci olacaq, 0 sonra olacaq, 1, 2, 3, xeyr, uşaqlar, bu o demək deyil. Bu o demək ki, i 0-dan 5-ə qiymət alanda mən i-nin özündən istifadə etmədim. i 0-dan 5-ə qiymət aldıqca mən də burada nə edeyim? X üçün qiymətlər tələb eləyim. Elə bil ki, sanki bu i stansiyaları keçir. i 0-cı stansiyada olanda mən də qalimdə bir dənə qiymət mənə göndərin gəlsin. i keçib birinci stansiyada olanda deyirəm, başqa bir dənə qiymət verin. Yəni, bir orada nömrədir, stansiyadır. Bildiyin, elə bil ki, siz metro qatarı ilə hərəkət edirsiniz.
i-sizsiz. i sıfırda olanda siz bir stansiyada deyirsiniz mənə bir dənə meyvə ver, sizə bir alma verirlər. Keçirsiniz birinci stansiyada deyirsiniz bir dənə də meyvə ver, birində nar verirlər. Bax belə nə edirsiniz? Davam edirsiniz. Mən Mən 5 bəs for range'in içinə sadəcə 5 yazsaydım nələrdən o başlayırdı? elə 0.5 deməkdir. Yəni əgər sonuncu qiyməti yazdırıqsa mənası o deməkdir ki, sən sıfırdan başlayırsan. Mən 5 yazsam bu 0.5 ilə eyni şey deməkdir. Deməkdir. Mütləq deyil ki, burada 5 yazmışamsa 0-dan 5-ə qədər yazmalısansa 5 dənədir. 5 dənəni mən belə də yaza bilərəm. 100-dən 106-ya qədər 5 dənə qiymət eləmir. 106-nın özünü götürmür də. 100, 101, 102, 103, 104, 100, 101, 102, 103, 104. Yəni 106 yox, 105. Belə də yazsam bu 5 dənə qiymət qəbul edir. Eyni işi görəcək. Yəni bunu özüm düzəltdim ki, belə çaşmayasınız orada o 0, 1, 2 alacaq. Birinci dəfə 100 olanda bir qiymət alacaqsan. İkinci dəfə bax burada yazıram ki, qiymət ver, görəsiniz. Qiymət ver. Görürsünüz? Dəfələrlə görmüşəm ki, orada yazırlar S bərabərdir S üstəgəl. Görürsünüz, qiymət ver. Daha i çıxmadı orada. Ekrana 100 çıxmadı. Qiymət ver. Bir dənə qiymət verdim. Qiymət ver. Gördünüz, 100-dən 105-ə yazmışam. 5 dəfə istəyəcəyim məndən. Gördünüz? Baxın. 1, 2, 3, 4, 5. Aydındır. Bu məsələni də dedim. Görək vaxtımıza nə qədər qalıb? 10 dəqiqə qalıb. 1 saat məşğul olacağım sizinlə. Ədədi ortası desəydik amma, yəni biz nə edəcəkdik? Sadəcə sayına böləcəkdik. Bəs müəllim, sayı necə təşkil eləyir? Birdən burada siz 5 deyibsinizsə, sonda 5-ə bölə bilərdik. Amma 5 deməsəydi, məsələn, A-dan B-yə qədər desəydi, biz AB-ni klaviaturadan alsaydıq, onda belə bir şey olacaqdı. AB-ni klaviaturadan alsaydıq. A bərabərdir int input. Bir də B bərabərdir int input. Bəs burada sayı nətər? Orada 5 dənə dediyindən biz deyirik ki, 5-ə bölməliyik. Burada biz bura yazacaqdıq A, yəni başlanğıc A-dır, sonda B-dir. A-dan B-yə qədər. B-nin özünü də istəyiriksə B plus 1 yazırıq. Sayı müəyyən etmək üçün buradan da bir dənə dəyişən qoyuram saymaq üçün. Ədədi əlavə eləyən kimi sayını da sayıram. Deyirəm bir dənə ədəd əlavə elədim. K bərabərdir K plus 1. Sonda da nəyə böləcəkdim? Buradan K-ya bölmüş olacaqdım. Aydındır. Başqa bir məsələ. Yaxşı. Bəs desək ki, məsələn belə bir şey. A və B ədədləri klaviaturadan verilir. A və B ədədləri klaviaturadan verilir. B-dən A-ya qədər ədədləri azalan sıra ilə yazın. Onu nətər eləyərsiniz? Məsələn, biz həmişə vərdiş eləmişik, 1-dən 10-a qədər ədədləri 1, 2, 3, 4, 5 kimi çıxardırıq. Bəs A-dan B 10-dan tərsinə düz düşür. Bunu necə eləyək? Dediyiniz yolla 1-dən 10-a qədər hesablayıb, sonda listə verərəm, sonra reverse eləyərəm. Ondan sonra gərək bir-bir ədədləri çap eləmək üçün listin içərisindən də bir dənə yenə foreign verəsən, nə baş verir? 2 dənə dövür. Təzədən bir-bir tərsinə qayıdıb yığa. Belə çıxır da. Sadəcə listin içinə reverse versəm tərsinə düşəcək. Bir-bir çıxartmağı deyirsən. Listin içərisində reverse elədin. List şəklində ədədləri bir dəfəyə çıxaracaq. Mən istəyirəm 1-1 6-6 çıxarsın. Bildin sən də listin içərisində çıxaracaq. Məsələn 19 8 7 sağa doğru. Bəlkə də oradan başqa, amma oradan da təzədən bir-bir çıxartmaq üçün mən təzədən bir-bir listə müraciət etməliyəm. Necə edək? Məncə çox While-la eləsəydik tək çıxa bir çıxa gəlib A ədədinə çatarıq. Əla. Elə onu. Gəl ondan yazaq. Onda nə deyək? Deyək ki, nə qədər ki B böyükdürsə A-dan, mən gözləyirdim for-la deyəsiniz. B böyükdürsə A-dan, onda print B. B-ni çap et, sonra da B-nin qiymətini bir vahid azalt. A-nın özünü də çap etmək istəyiriksə, çünki biz A-nın özünü də çap edəcəyik. Ona görə böyükdür, bərabərdir A yazmalıyıq. Belə demək istəyirsən, yoxsa yox? Məryəm.
Necə müəllim? Belə demək istəyirdin. Bəli, bəli. Və A-nın qiymətini daxil edirəm 78, B-nin qiymətini daxil edirəm 300. 300-dən 78-ə qədər ədədləri sıralamalıdır. Görürsüz, axırıncısı oldu 78, 300-dən tərsinə. Amma mən gözləyirdim ki, belə heç özünüzü əziyyətə salmayasınız. Biz nə öyrənmişdik? Biz öyrənmişdik ki, sayğaclı dövrdə start, stop, step anlayışı öyrənmişdik. Onda belə bir şey yaza bilərdikmi? For I in range A-dan B-yə. Amma stepi nə olsun? Belə olanda biz 1 də yazanda işləyirdi. Yəni sadəcə 1-i yazmırdıq. 1-i yazmırdıq, deyirdik ki, onsuz da yazmayanda o 1 kimi başa düşür. Əgər silsilənin fərqi 1-dirsə, onu yazmasan da olar, yazsan da işləyirdi. Məsələn, baxın. 78, bir də 300. Amma mən burada B, A ilə B-nin yerini dəyişməli deyiləm. Çünki bu artanla verəcək. Hə də artanla. Hələ mən başqa şey deyirəm. Artanla deyirəm. Görürsüz? B plus 1. Bu artanla verirdi. 1-i pozanda da bu işləyirdi. Yəni silsilə fərqi 1 olanda nə baş verirdi? Onu yazmasan da işləyirdi. 1-1 artırdı. Onda mən silsilə fərqi -1 eləyirəm də. Deyirəm -1. Amma hansı şərt daxilində -1? Birinci B, sonra A. Yəni biraz yerini düz yazmamışam. B-dən A-ya. Gördünüz? Birinci sərhəddi sən bu -1 olmasa, baxın bu -1-i pozuram. Böyük ədədi birinci, kiçik ədədi ikinci yazsam, görün nə baş verir? Böyük ədədi birinci, kiçik ədədi ikinci. Görürsüz? Əslində o nə baş verir? Mən böyük ədədi birinci, kiçik ədədi ikinci də yazsam, o arta getdi. Görürsüz? O özü müəyyən eləyir ki, kiçik ədəd hansıdır, oradan başlayır. Ona görə silsilə fərqini artıq bu dəfə nə qoyuram? -1 qoyuram. İndi yazıram 300, bir də 78. Niyə çapa getmədi? Gördünüz uşaqlar? Silsilə fərqini yazdım. Birinci 378 yazdım. -1 ilə nə etdi? Silsilə fərqin azalda getdi. Amma belə yazsam, görürsüz işləmir. Yəni əgər olduğu kimi yazıram, ardıcıllığı olduğu kimi yazıram. Yəni kiçik ədəd birinci, böyük ədəd ikinci. Sadəcə nəyi qoyuram? Daha doğrusu böyük ədəddən mən kiçik ədədə gəlmək istəyirəm. Böyük ədədi birinci, kiçik ədədi ikinci yazıram. Yəni start nədən başlayacağam? Burada belə yadda əzbərləməyə ehtiyac yoxdur. Start nədən başlayacağam? Böyük ədəddən 300-dən başlayıram, 78-ə gedirəm, düz? Onda mən nə edirəm? 300-ümü yazıram birinci. Ona görə də orada range B vermişəm. Sonra 78-i yazıram. Buna da nə gəldi? Daha doğrusu sıfırdan başlayıram deyirəm. Yəni mən 300-dən 78-ə doğru gedirəm. Buna olduğu kimi qeyd edirəm. A-dan B-yə kiçiyi birinci, böyüyü ikinci. Və nə qoyuram? Silsilə fərqində sadəcə nə qoyuram? 1 qoyuram. Neçədən? Yuxarıdan aşağı gedirəmsə, yuxarı qiyməti birinci yazıram, kiçik qiymətdə ikinci yazıram. Silsilə fərqi -1 qoyuram. Amma ardıcıllıq nədir? Ardıcıllığı kiçik ədəd birinci, böyük ədəd ikinci kimi burada qeyd etmək lazımdır. Belə də olmasa bayla, o biri üsulla dedik. Məsələn, -2 ilə getmək istəyirəmsə, -2 azala. Bura -2 yazsam artıq nə edəcək? -2 kimi davam edəcək. Yəni də mən böyükdən kiçiyə getmək istəyirəmsə, böyüyünü birinci yazıram, kiçiyi ikinci yazıram və -2 ilə getmiş oldum. Bugünlük bu qədər.